Merhaba, hepiniz hoş geldiniz. Bugün biz sizinle 3. sınıf Azerbaycanlı birinci ise sayfa 42, 43 ve 44 ve 45'in sonunu vereceğim. Video başlamazdan evvel kanala abone olmayı ve like koymayı unutmayın. Gəlin dərsimizi başlayaq. Bugünkü dərsimizin adı tarixi abidələrdir. Şəkildə Şirvanşahlar sarayını görürsünüz. Siz bu abidə haqqında nə bilmək istəyərdiniz? Bu haqda məlumat almaq üçün suallar tərtib edin. Pizza Kulesi. Dünyada elə abidələr var ki, gözəlliyinə, qədimliyinə görə hamının marağına səbəb olur. Belə abidələrdən biri də İtaliyanın Pisa şəhərində inşa edilmiş qüllədir. Pizza Pizza qüləsini fərqləndirən əsas xüsusiyyəti onun əyri durmasıdır. Kənardan bu tikilə baxanda adama elə gəlir ki, o aşacaq. Bu xüsusiyyətinə görə ona yıxılan qüllə də deyirlər. Bununla belə Pizza qüləsi artıq neçə əsrdir ki, əyri dayanıb, amma yıxılmır. Güllənin əyilmə səbəbi dəqiq bilinmir. Sözsüz ki, o inşa ediləndə başqa binalar kimi düz idi. Yüzillər ərzində bina 5 metr yana əyilmişdir. Bəzi fikirlərə görə əyilməyə səbəb binanın bünövrəsinin torpağı yumuşaq olması və zaman keçdikcə bir tərəfin çökməsidir. Abidənin inşası 1174-cü ildə başlanıb və 1350 ildə başa çatıb. Güllənin memarının kim olduğunu dəqiq məlum deyil. Lakin bəzi mənbələrdə Bonnunu Pisano'nun adı qeyd olunur. Güllə 8 mərtəbədən ibarətdir. Hündürlüyü təxminən 56 metrdir. Divarının qalınlığı aşağı mərtəbələrdə 4 metr, yuxarı mərtəbələrdə isə 2 metrdir. Güllənin 294 pilləsi vardır. Mütəxəssislər güllənin yana doğru əyilməsini daim nəzərdə saxlayırlar. Onun bünövrəsi möhkəmləndirilir. Dağılmış sütunlar bərpa olunur. Bunun nəticəsində son 20 ildə güllə 4 sm düzəlib. Aşma təhlükəsi olmasına baxmayaraq, hər il milyonlarla turist Pisa qülləsi seyretmək üçün İtaliyaya gəlir. Söz boğçasındakı sözlər aşağıdakı izahlara uyğunlaşdırın. Binanın əsası, təməli, özülü əvvəlki vəziyyətinə gətirmək, qurmaq, yaratma, tikmək, bir məlumatın alındığı yer, sənəd, şəxs, tikintinin layihəsini hazırlayan şəxs. Deməli, memar, tikintinin layihəsini hazırlayan şəxs, bir məlumat, deməli bu memar silək, bir məlumatın alındığı yer, sənəd, mənbə, Am, vurmaq, yaratmaq, tikmək, inşa etmək. Əvvəlki vəziyyətinə gətirmək, bərpa etmək. Binanın əsəsi, təməli, özülü, bünövrə. Mətndə hansı suallara cavab yoxdur? Pizza qüləsi harda yerləşir? Bu güllənin fərqli cəhəti nədir? Pizza qüləsi hansı məqsədlə tikilib? Güllənin hündürlüyü nə qədərdir? Güllə hansı materialın tikilibdir? Gəlin baxaq. Bizə dedilər Pizza qüləsi İtaliyada yerləşib. Dedilər ki, günlərin hündürlüyü nə qədər? Dedilər hansı materialın tikilib? Gəlin baxaq, hansı məqsəd tikildiyinə görə deyilirmi? Deməli, yüzüllər bəzi şeylərə görə sizin bilmiyoruz, torpaq yumuşaq bunu deyir. Am, Nəzərdə saxlayırlar, amma əsas cəhətini deməyiblər nəyə görə tikilib. Am, Riyazi biliklərini istinad etmək suallara cavab verin. Pizza qüləsi hansı ədəsi fiqura bənzəyir? Deməli, ən çox pizza qüləsi silindrə oxşuyur. Am, Güllənin hər mərtəbəsi hündürlüyü neçə metrdir? Deməli, bizə dedilər ki, güllə 8 metrdən ibarətdir. Hündürlüyü təxminən 56 metrdir.
Deməli, burası 56 metr yuxarı tərəfləri. Cümlələrin fakt ya yoxsa münasibət bilinməyən Pizagoras İtaliyada yaşayır. Bu faktdır. Münasibət çünki məncə deyir. Um, mən də Pizagoras-ı görmək istərəm. Münasibət Pizagoras-ın inşa edilişən adı verilib. Fakt. Hmm, yaradıcı iş. Pizagoras haqqında bunu biz eləmirik. Deməli, dil qaydaları. Aşağıdakı sözləri cədvələ uyğun qruplaşdırın. Şəxs adları. Elgün, am, Ayla, Əli. Heyvanlara verilən adlar. Məstan, Toplan. Deməli, yer adlar. Hindistan, Bakı, Alabaşbura, Azərbaycan. Bunlar bilməliyik. Ümumi və xüsusi isimlər. Ümumi hamıya aid olan deməkdir. Məsələn, şagird sözünü həm Fəridəyə, həm Leylaya, həm də Toğrula aid etmək olar. Çünki hamı şagirddir. Məsələn, siz məktəbdə bütün hamı, uşaqlar hamı şagirdlər. Şagird abidə sözləri ümumi isimlər. Çünki abidə hər yerdə var. Yəni abidə hər şeydir. Fərdə, Toğrul, Atəşkə və say adlar isə xüsusi isimlər. Çünki bu sözlər hamıya deyil, ayrı-ayrı varlıqlara, fərdlərə aiddir. Çünki bu sözlər hamıya aid deyildir. Aşağıdakı ümumi isimlərə aid olan xüsusi isimlərdir. Məsəl üçün çay, kür, tutaq ki, şəkər, şəhər, Bakı, müəllim, məsələn, Vüsalə müəllimə, soyad, Məmmədli, ölkə, Azərbaycan, kənd, Şuşa, pişik, Məstan, it, Toplan, ım, çay, Kür, nümunə artıq verə bilər. Oğlan, Davud, göl, Çaygöl, qız, Xədicə. Diqqət et, xüsusi isimlər ilk hərfi həmişə böyük yazılır. Məsələn, Nizami, Gəncə, Naxçıvan, Türkiyə. Hansı cümlədə aslan sözü böyük hərflə yazılmalıdır? Seymurla aslan Rəşdi dəstəkləyir, onu alqışlayırlar. Burada Seymurla aslan deyir. Yəni bu hansısa bir insandır. Deməli, insansa biz bunu bö- mən yaxşı yaza bilmirəm. Deməli biz bunu böyük hərflə yazmalıyıq. Qoca aslan başını pəncərələrin üstünə qoyub yuxuya getdi. Bu artıq ım, heyvandır. Heyvanları həmişə balaca hərflə yazırıq. Hansı sözlər yerindən asılı, hansı da yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazılır. Ceyran, deməli ceyran həm yer adıdır, amma heyvan adı sayılır. Azərbaycan ancaq ölkə adıdır, ona görə bu ola bilməz. Yasəmən həm gül adıdır, həm insan adı. Bu ola bilər. Arzu həm insan adı, həm də ki, kimisə arzu tutaq ki, mənə arzum həkim olmaqdır. Onun kimi yaza bilərik. Kür ancaq çay adıdır. Qafqaz kənd adlarıdır ya da insan adı ola bilər. Zəfər Zəfər də yazıla bilər. Çünki məsələn mənim zəfərim ta ki testdən belə bir bal almaqdır ya da bir insanın adı Zəfərdir. Sağ olun uşaqlar, salamat qalın. Videoya like qoymağı və abunə olmağı unutmayın. Sağ olun.